Bu aləmdə heç kəs arif qədər tək və qərib deyil. Bir kəs Allahı tanıdısa, sözsüz həyat tərzi cəmaatın həyat tərzi kimi olmayacaq. Heç sözsüz tamamilə tək qalacaq. Çünki görür ki, onun dərk etdiyini başqaları anlamır. Başqalarının anladıkları ilğımdan başqa bir şey deyil, bir oyuncaqdır. Buna görə də özünü cəmaatla uzlaşdıra bilmir. Mərifət əhli olan bir şəxs anlayır, görür və dərk edir ki, kənarında oturduğu hər süfrənin ruzi verəni Allahdır. Lakin görür ki, cəmaat evin sahibini ruzi verən hesab etmir, səbəbləri ruzi verən bilir. Məhz buna görə də vəhşət içinə düşür və təklənir. Bəs bu ağaların qürbəti kamal üzündəndir. Nə təkəbbürlükdəndir və nə xalqa qarşı etinasızlıqdan. که انس به مرگ Əmir əl-Möminin ölümə qucaq açmaq barədə belə deyir. Vallahi ləbnu əbi talibin ənəsu bil məvti minət tifli bithədi ummih. Yəni, Əli bin Əbi Talibin ölümə olan meyli, uşağın ana südünə olan meylindən daha çoxdur. Bu ölümə meyilli olmaq o demək deyil ki, insan ancaq ölüm barədə fikirləşsin. Bu sadəcə qəribliyin göstəricisidir. Mərhum Ayətullah Qazi Vadi-üs-Salama çox gedərdi. Vadi-üs-Salam çox nurani və mənəvi bir yerdir. Vadi-üs-Salam Həzrət Əlinin kəlamlarında da keçmişdir. Mərhum Ayətullah Qazi rəhmətullahdan nəql edirlər ki, belə buyurardı. Mənim möminlərin ruhları ilə ünsiyyətim, dirilərlə olan ünsiyyətimdən daha çoxdur. O bəzən 7-8 saat Vadi-üs-Salamda əyləşər və dua edərdi. امیرالمومنین که فرمودن موتو قبل ان تموتو. Əmir əl-Möminin buyurub, Mutu qəblə ən təmutu, yəni ölməmişdən öncə ölün. Necə ola bilər bir insan ölməmişdən öncə ölsün? Bəli, bir iztirari ölüm var, bir də ixtiyari ölüm. Bu ixtiyari ölüm yalnız Ayətullah Qazi kimilərə nəsib olur. Bununla mücərrəd aləmə daxil olurlar. Kimsə bu aləmə daxil olsa, yəni artıq bütün pərdələr götürülmüşdür. Bu aləm və o aləm ki deyirik, əslində onlar arasında bir fasilə yoxdur. Sadəcə bir pərdə var. O pərdə götürülür. Həzrət Əli əleyhissalam belə buyurur. Ləv kuşifəl ğita'u mə izdəttu yəqinən. Yəni, əgər pərdələr götürülsə, mənim yəqinliyimdə dəyişiklik baş verməz. Çünki onun üçün artıq pərdə yoxdur. Qiyamət günündə isə adi insanlar üçün pərdələr götürüləcək. Fəkəşəfnə ənkə ğita'əkə fəbəsarukəl yəvmə hədid. Sənin gözlərindən pərdəni götürdük və bugün sən daha iti görürsən. Amma Ağa Qazi görür və artıq o aləmə daxil olub. روزی در ایام بیماری ایشان به دستباز شرفیاب شدم خدا بنده. Onun xəstə yatdığı günlərin birində ziyarət üçün hüzuruna getdim. Özüm də çox gərgin idim. O, müqəddiməsiz belə dedi. Mən Allah Taala'dan istəmişəm ki, məndə bu mücərrədlik halını daimi etsin və sonra məni bu dünyadan aparsın. Bu isə ən azı 2 il vaxt istəyir. Bunun üçün də mən 2 il daha həyatda qalmalıyam. Təqribən onun dediyi kimi də oldu. O, 2 il sonra əbədi həyata yüksəldi. Mərhum Ayətullah Şeyx Həsən Əli Nəcabət onun barəsində belə buyururdu. Bəzən sir aləmi onun bütün vücudunu bürüyərdi. Bu Ağa Qazi üçün tez-tez baş verərdi.
Bu hal baş verən zaman dostlar otağı tərk edərdilər. O gözünü bir nöqtəyə dikərək qalardı. Gözü açıq yatmış bir insan kimi. Bəzən 3 gün, bəzən də daha çox bu halda qalardı. Hətta nəbzi və ürəyi də vurmazdı. Bu ixtiyarı ölüm halı idi. یه بارش همچین اتفاقی که افتاده بود خانمشون که دیده بودن Bir dəfə belə bir hal baş verən zaman həyat yoldaşı onun dünyadan köçdüyünü düşünmüşdü və cəmaata xəbər vermişdi ki, onu dəfn etməyə gəlsinlər. Amma o, başqa aləmə daxil olmuşdu. Bütün bu baş verənləri görürdü və ona görə də bütün dedikləri yəqin üzündən idi. اینها یک لفاف Bunlar bizim üçün bir müəmmadır. Biz bunları dərk etmirik. Həqiqətən biz bunu anlamırıq ki, maddi aləmdən, surət aləmindən çıxmaq, mücərrəd olmaq nə deməkdir? احاطش Mücərrəd olmaq, yəni ruhun bədəndən ayrılması deməkdir. Ruh əgər ixtiyarsız olaraq bədəndən ayrılarsa, onun əhatəsi bizim üçün təsəvvür olunmazdı. Simur quşu qəfəsdən ayrılarsa, bütün mənəvi aləmdə pərvaz etməyə başlayar. İnsan yalnız bu halda aləmdə mənəvi seyrə nail ola bilər. Nə qədər ki, ruh bədən qəfəsində əsirdir, pərvaz edə bilməz. نمیتونه پرواز کنه